sözə görə yəni ki, belə negativ rəylər yazacaqlar. Hər halda sizin fikriniz. Təbii ki, mən istəyərdim ki, zaman nələrsə demisiniz, özün doğruldu. Ona görə də mən mübahisə eləmirəm. Mənim fikrim amma hər budur, halda siyasi fikrim. Kaçaryan, hətta Paşinyan bir yaxşı söz dedi ki, seçkidən sonra Kaçaryanı, Sarkisyanı həbs eləyəcəm. Hətta aldığım məlumata görə indi eşidirik də o siyasi kulislərdə Azərbaycan danışıq, gizli danışıq edir ki, Azərbaycana təhvil verilsin. Çünki Xocalıda sübut olmuş Xocalı qətliamlar var. Sarkisyan müsahibəsində də etiraf eləmişdi, Kaçaryan da demişdi. Bu məsələyə biraz hissiyat, həssaslıq prizmasından yanaşsaq, təbii ki, Azərbaycan xalqının 99% istəyər ki, o Xocalı qatilləri ən azından Zori Bolayan kimi öz əcəli ilə ölməsin. Sarkisyandır, Koçaryandır, yəni Azərbaycan, ən azından Azərbaycan məhkəməsində, Azərbaycan türməsində ölsün. Amma bu nağıldır, baş verməyəcək. Necə ki, Vaqif Xaçaturyanı götürdülər, verdilər. Böyük ehtimalla Vardanyanı da buraxacaqlar. Vardanyanın buraxılmağı... Aray Qartunyanı buraxmayacaqlar, əminəm. Artıq Paşinyanın deməsi ki, seçkidə qalib gəlsəm, seçkidən sonra həbs eləyəcəm. Bu biraz blefdir, bu zaman alacaq bir şeydir. Çünki yoxlamalar filanlar aparılır, nəticəsi bu baş verə bilər. Rəqib mat qoymağa çalışır, cəhd eləyir. Bu olacaq, amma Paşinyan özü də yaxşı başa düşür ki, o klanla həqiqi mənada kəllə-kəlləyə gəlsə, onun həyatı bahasına nail olacaq. Həyatı bahasına başa gələcək bu hadisələrin yekunu. Bu baxımdan Paşinyan buna getməz. ABŞ-da hər dəfə prezident seçkilərində ortaya çıxan namizədlər neyinir? Hər zaman erməni lobbisinin gücünü almaq üçün nəsə sözlər verir. Amma seçiləndən sonra eləyirlərmi? Xeyr. Paşinyan da yeni ritorika ilə davranış göstərir və Paşinyanın bugün Ermənistanın bugün həqiqətdə zəif olduğu üçün, Paşinyanın istədiyi kontingenti toplaya bilmədiyi üçün Azərbaycanla Paşinyan yumuşaq danışır. Azərbaycan iqtidarına yumuşaq danışır. İndi təslimatçı kimi danışır. Sabah həqiqətdə biz də elə bilirik ki, Paşinyan bizim adamdır. İndi bəzi insanlar var ki, deyirlər ki, o türk oğlu türkdür. Bu yazılara, şərhlərə baxır. Ermənilər də deyir. Qaçanda ya Fransaya qaçacaqsan ya Azərbaycan. Bu ermənilər özü də belə danışır, deyir, bu yazırlar kommentariyalarda. Amma həqiqətdə elə deyil. Paşinyan çox ağıllı siyasətçidir. Erməni xalqının indiyə kimi deyərdim, ən ağıllı siyasətçisidir Dəmirçiyandan sonra. Artıq indi fəaliyyəti Dəmirçiyanı da ötüb.